Biz niyə xəstələnirik və biz necə sağala bilərik? Bu suala inşallah cavab vermək istəyirəm. Çox insanlar yazır ki, biz necə qidalanaq, necə yaşayaq ki, biz Allahın verdiyi ömrü qədəri sağlam yaşayaq inşallah. Mən özümdən götürürəm, heç kənara getmirəm, özüm haqqında danışmaq istəyirəm. Demək mən 36 yaşıma qədər nə gəldi yedim. Vaxtında yatıb, vaxtında durmadım, düzənsiz qidalandım, necə gəldi qidalandım və oturaq həyat tərzi sürürdüm və stres də, sonda da çox güclü stres yaşadım. Rayonda yaşayanda çox ət tapmırdıq yeməyə. Şəhərə gələndən sonra mən artıq orada sağlam yedim. Şəhərə gələndən sonra biraz işlədim, əlimə pul gəldi. Təbii ki, qatma qarışıq qidalanma çoxaltdım. Məndə hansı xəstəliklər yarandı? Demək, məndə birinci yarandı babasil xəstəliyi. Babasil özü də məndə pis yarandı. Babasil demək, çölədə çıxdı, qanaxma, çat falan hamısı yarandı. Ağlım kəsəndən 36 yaşıma qədər ishal oldum. Çünki düzənsiz qidalanırdım. Böyrəklərim daşla doldu. Pirüstüf verməkdən bezmişdim. İnanın Allah, təcili yardım çağırmaqdan bezmişdim. Qaraciyərim piylənmişdi, yağlanmışdı, böyümüşdü təbii ki. Öz işini görə bilmirdi. Və sonunda da gəldi, çıxdı ağciyərdə onkoloji problem. İnanın ki, mən özümə deyirdim ki, görəsən bu gedişlə mən hara gedirəm. Yəni bunun 36 yaşımda mən bu qədər şeyi üzərimə yükləmişəm. Və mən bu qədər yüklənmiş bədəni, o ki, həmən qidalanma mən dəyişdim. Sağlam qidalanıram. Vaxtında yatıb, vaxtında dururam. Gündə 1 saat yarım yürüyüş edirəm. İsti soyuq su terapiyası edirəm. Bunları mən hamısını düzəldəndən sonra bu sadaladığım, danışdığım xəstəliklər hamısı getdi. Düzdür, vəziyyətim pis olduğu üçün ağciyərdə olan onkoloji problemə görə ximioterapiya almışam. Bir dənə ona görə. Mən babasilə görə müalicə almamışam. Mən mədə bağırsaq sisteminə görə müalicə almamışam. Məndə zob da var idi, heç o yadımdan çıxıb, tənbəl zob idi məndə. Ona görə müalicə almamışam. Qaraciyərə görə müalicə almamışam. Böyrəklərə görə müalicə almamışam. Hamısı sağlam həyat tərzi ilə və bu bitkilərin sayəsində getdi. Və mən bunu özüm əldə eləmişəm. Bu günlər mən xoşbəxtəm. Hər birinizə tövsiyə edirəm, sağlam qidalanın. Bədəndə minerallar, vitaminləri hamısını verin. Nə lazımdır bədənə verin. Vallahi ki, bir dənə D vitaminin olmamağı bədəni çökdürür. İnsan halsız olur, yatmaq istəyir, saçları tökülür. D vitaminin azlığı qalxanvari vəzə təsir eləyir və bu təsir elə olmayanda təsir eləyir, bu düzgün çalışmır. Artıq onda qadınlarda süd vəzində problem yaranır. Siz də mənə bağışlayın, qadınlıqda, uşaqlıqda problem yaranır və s. Onkoloji xəstəliyə qədər gətirib çıxardır D vitamini azlığı. Bir dənə də D vitamini. Bədənə bütün mineralları, vitaminləri vermək lazımdır. Siz normal şəkildə qidalanın. Mən o qədər pişmiş qidanı çox yeyirdim ki, böyrəklərimdə daş yaranırdı. Mən o pişmiş qidanı həyatımdan çıxartdım, indi az yeyirəm. Az yeyirəm, amma canlı qidalar, tərəvəzləri mən çox yeyirəm. Və qidaların arasında olan vaxtlara diqqət edin. Hər qidanın özünə məxsus həzmə getmə saatı var. Toyuq əti ilə, məsələn üçün, quzu əti eyni vaxtda həzmə getmir. Bunlar ayrı-ayrı vaxtda gedir. Qiriçka ayrı vaxtda gedir. Bunların hər birinin, məsələn üçün, meyvə şirəsi, meyvələr ayrı-ayrı vaxtlarda hamısı, belə deyim də, həzmə gedir. Bax, bunlara diqqət eləmək lazımdır inşallah. Gözləmək lazımdır. Biz nəfsimizə hakim olsaq, mən həyatımdan şirniyyatı, ağ çörəyi, abur-cuburları, hamısını çıxartdım, kolbasa, sasikanı, hamısını çıxartdım. Normal şəkildə indi Allahın verdiyi halal nemətlərdən yeyirəm, qədərində düzgün şəkildə. Bu günləri mən gedib dükandan hansısa bir qidanı ala bilmirəm özüm üçün. Dükanda olan bütün orada mən gördüyüm şeylər demək olar ki, 99% bədəndə turşu mühiti çoxaldır. Turşu mühiti çoxaldıqca xəstəliklər burada başlayır. Onkoloji xəstəlik buradan başlayır. Ona görə də çalışın canlı qidalar yeyin. Tərəvəzlər, ən gözəl tərəvəzlərdir. Deyərəm ki, tərəvəz meyvədən də üstündür. Düzdür, sözsüz meyvələr də, yəni ki, yeməliyik. Amma birinci tərəvəz gəlir. Bütün tərəvəzlər faydalıdır, Allahın izni ilə. Belə, valla mən bu çıxışımı ona görə elədim ki,
bir şey izah eləmək istəyirəm ki, biz sağlam qidalansa, bu günlər mənim heç bir ağracım yoxdur. Heç bir. Tamam mükəmmələm. Allahın, Rəbbimin izni ilə. Çox gözələm. Ağrım yox, acım yox. Halbuki mən nə gündəydim. Hamı bilirdi ki, mən dünyadan köçüb gedəcəm. Belə, çox sağ olun, minnətdaram. Çalışın, ümumiyyətlə bədən bir bütündür. Bədəni düzgün nizamlayın. Əgər zobunuz varsa, onu bitkilərlə falan aradan qaldırın. Məndə var idi, tənbəl idi, ut indi, D vitamini falan hamısını aradan qaldırdım. Biraz Braziliya qozudur, sonra zəfərandır falan, xurma polinidir. Bunlar hamısı təsir edir ona. Bunları düzgün şəkildə için, aradan qaldırın, düşsün qaydasına. Bədəndə elə deyərəm ki, çoxsunda bu dəqiqə məsələm üçün arıqlaya bilmir. Çox insan arıqlayır. Nələr eləyir? İndi bu yorumda inşallah mən gözləyirəm, mən bilirəm. İnsanlar nələr eləyir, arıqlaya bilmir, qardaş. Pullar tökür ora-bura, nə bilim, nələr alır, nə edir. Bir dənə bədəndə D vitamini olmamağı imkan vermir. Zobunuz varsa arıqlaya bilməyəcəksiniz. D vitamininin qaydasına salın, sonra da zobu qaydasına salın. Yaxşı D vitamini alın. Mən ara sıra gətirirəm, indi təzəlicə də gətirmişəm, bu günlər gətirmişəm. Olmur, hər vaxtda olmur. Vallahi çox gətirməmişəm, az bir məbləğ deyirəm. Az bir rəqəm gətirmişəm, burada demirəm. Kim istəsə inşallah verərik. Özünüz də ala bilərsiniz. Venatura da çox gözəldir həqiqətən də. Bir onkoloji xəstə var idi. Demək, qızım müraciət elədi mənə. Elə mən göstərdiyimdən aldı. 11-dən qaldırıb 56-ya. Mənim özümdən 70-ə gedib çıxıb. Çox insanlar çox gözəl fayda verir. Zeytun yağına hazırlanmışdı. Venatura D3K2. K2 olmasa artmır hələ. Deyərəm ki, bir dənə D vitamini getməsə bir, nə bilim, 5-6 ay gedəcək sizdə. Bir iki damcı elə, bir iki damcı sonuncu qidanın üstünə tökülür. Bizdə də var, problem yoxdur. Kim istəsə verərik. İnşallah. Belə. Bir də utindi. Zobu olanlar, şəkəri olanlar, çəkisi çox olanlar utindini için. Şəkəri və çəkisi çox olanlar, qaraciyərində problem olanlar utindi və alaqanqal toxumu üyülüb bir-birinə qarışdırıb qəbul eləsinlər. Amma zobu olanlar D vitamini içsin, bir də ki, utindi içsin. Ora balqabaq toxumu da əlavə eləyə bilər. Utindinin biraz o tünd dadını belə deyim də, zəriflətmək üçün hil də qata bilər. Bunlar hamısı zoba təsir edir. İnşallah, bax belə. Çox sağ olun. İndi utindi var, utindi deyirəm, utindi də var, hər şey var bizdə, problem yoxdur. D vitamini də əlimdə göstərmək istəmirəm, göstərə də bilərəm belə. Problem olur səhifədə göstərəndə. Kim istəyər verərik. Bir dənə D vitamini getməsə bir, nə bilim, 4-5 ay, 6 ay gedəcək. Bir dənə D vitamini. Əsas odur ki, təbiidir, zeytun yağı ilə hazırlanır. Belə. Çox sağ olun, minnətdaram. Allah bütün xəstələrə şəfa versin. Bu videonu çəkdim ki, bir nəticə çıxardım. Valla sağlam qidalanın. Vaxtında yatın, vaxtında durun. Uzağı 10-da, uzaq 11-ə qədər yatın. Yəni bu gec yatmağı yığışdırın. Səhər tezdən yuxudan durun, yürüyüşə gedin. İmkanınız yoxdur səhər getmək, axşam üstü gedərsiniz. Valla rasxodum nə qədər azalıb. Ət almıram, ayda il dəfəsində ət alıram. Əvvəl nə qədər ət alırdım. Nə qədər lazımsız şeylər alırdım. İndi nə alıram? Mən göy-göyərti alıram, meyvə tərəvəz alıram, beləncə şeylər. İndi məsələn, sabah da aclıq eləyəcəm. Heç sabah heç yemək lazım deyil. Həftədə bir dəfə aclıq eləyəndə rasxodum tamam yenir. Bundan gözəl şey, həm də sağlamsan. Bunun artıq nə istəyirsən? Belə, çox sağ olun, minnətdaram. Allah bütün xəstələrə şəfa versin, yardım eləsin. Özünüzdən müğayət olun, Allah amanında.